Nə üçün panik atak zamanı əl və ayaqlar buz kimi soyuq olur? Burada bir neçə mexanizm var. Birincisi, atak zamanı bədən özünü təhlükədə hiss etdiyi üçün müdafiə mexanizmaları aktivləşir. Nəticədə qanın əsas hissəsi, əsas həyati orqanlara, yəni beyin və ürəyə axır. Buna görə də periferik orqanlar, yəni əl və ayaqlarda qanlanma zəiflənir, damarlarda daralma olur. Buna görə də qan axını, qan dövranı zəiflədiyi üçün də əl və ayaqlar soyuyur, bəzən buz kimi belə hiss edə bilərsiniz. Digər bir səbəb isə adrenalinin ifraz olunması, həmçinin stres hormonları, kortizolun ifraz olunması da qan damarlarını daraldır. Daha bir səbəbimiz isə atak zamanı insanlar dərindən tez-tez nəfəs alırlar. Nəticədə oksigenin miqdarı artır, karbon qazı azalır. Bu da yenə qan damarlarının daralmasına, qan dövranının əl və ayaqlarda zəifləməsinə gətirib çıxardır. Yəni panik atak zamanı əl və ayaqların soyuması ehtimalı düzdür.